Biz Kəpsə Akademi olaraq Azərbaycanda hansı ki bu software testing sahəsində daha çox strukturlu bir plan olan, strukturlu bir təhsil olan institutu gətirməyə özümüzə məqsəd qoymuşuq. Çalışırıq ki, bu sahədə Azərbaycanda mümkün olan qədər dinamik olaraq yeniliklər edək və Azərbaycan gənclərinə bu sahədə məlumatlandırmağa və onların karyera inkişafına dəstək olmağa çalışırıq. Və istəyərdik ki, sizə söz verək, sizin Kəpsə Akademi ilə əməkdaşlığınız necə başladı və tələbələrimizə hansı sahə üzrə təklifiniz və onlar sizdən nələr öyrənəcəklər və bu öyrəndikləri onların həyatına nə cür dəyişəcək, biz olaraq məlumat verməyinizi istəyərdik. Buyurun, Əcməli. Çox sağ olun Əli bəy. Hər kəsə və bütün soydaşlarımıza İngiltərədən salamlar olsun. Mənim başımda heç Ruslu və 25 ildir qərb ölkələrində yaşayıram. Çox qısa bu test iş və vakansiyalar və dünyada iş fürsətlərindən sizə deyim. Dünyada 5 milyon full-time test mühəndisi çalışır. Aslında bu SDET məsələsini istəyirəm çox qısa danışam əgər mümkünsə Əli bəy. Buyurun, buyurun. Testing ilə QA eyni şey deyil. Benzerlikləri var, amma Azərbaycanda elə bunların ikisini bir tuturlar. Biraz bu deyək də misunderstanding olub. QA nə olur? Testing sadəcə o developmentdən sonra ya developmentdən paralel icra edib xətalara tapmaq, amma QA daha çox xətaların qarşısını almaqdır. Yəni xətanı tapmaqla qarşısını almaq fərqli bir şeydir. SDET bu testi düzgün edən şirkətlərdə bəzi SDET-ləri qoyurlar ki, qardaş, səncə bizə test framework yap. Yəni, otomasyondan söz keçir. Otomasyon çoxlar başlandığında Seleniumla yazırlar, ya Appiumla, ya JUnitlə, ya BDD tuturlar və Cucumber və Gauge və ilə axır. Bunlar düzdür, yaxşı çalışırlar, amma siz spesifik nöqtəyə gələcəksiniz ki, kariyerinizdə. Görəcəksən ki, indi şirkətdə deyirlər ki, qardaş, biz Selenium yazdırıq da, amma onu customize etməliyik. Öz test framework'umuz yazılır. Sözün qıssası, birisi ki, SDET oxuyan otomasyonu daha keyfiyyətli edər. Çünki, baxın, deyirlər ki, otomasyon var. Neyse, mən sözü çox uzuna götürdüm, amma dedim elə bir mövzunu biraz açın da. Yaxşı açıqlama verdiniz mən, değil mi? Çox ətraflı və geniş.